uşaqları Allahın əllərinə təhvil vermək üçün dua. Ya Rəbb, önündə diz çöküb sənə dua eləyirəm. Mən tamlığı ilə sənə güvənirəm. Uşaqlarımızı sənin müqəddəs əllərinə verirəm, ya Rəbb. Çünki yalnız sən bilirsən, onların həyatları üçün nə lazımdır. İnanıram ki, sən onları xeyri üçün ən yaxşı şeyləri hazırlamısan. Mən ana kimi onları sənə etibar eləyirəm ki, onları qoruyasan, müdafiə edəsən. Məni də, ya Rəbb, onlar üçün düzgün dua eləməyi öyrət. Öz şəxsi istəklərimi və yaxud arzularımı istəməyim. Amma qoy onların həyatında sənin iradən hərəkət edib bərqərar olsun. Ya Rəbb, sənə minnətdaram ki, mənə ana olmaq xoşbəxtliyini bəxş etmisən. Eləcə də həyatımda olduğun üçün və məni öyrətdiyin üçün sənə minnətdaram. Ay Allah, öğüdlərinin ardınca gedirəm. Səndən hikmət və bilik əldə eləyirəm və inamla səndən cavab gözləyirəm. Məni təhlükələr qarşısında olan qorxudan azad elə. Sevinç və rahatlıq ver mənə. Mən sənə güvənirəm. Allahım mənim. Amin. Rəbbim və Allahım mənim. Budur mən və həyat yoldaşım sənin önündə ürəyimizi açırıq və sənə yalvarırıq, İsa Məsihin adı naminə dualarımızı qəbul eyle. Mənə verdiyin övladlara görə sənə minnətdaram. Onlar səndən olan qiymətli hədiyyədirlər. Kəlamında deyilir ki, hər bir yaxşı bəxşiş bizə sən verirsən. Sən mənə tərbiyələndirmək üçün övladlar vermisən və mən onlarla birlikdə önündə durub, mənə tapşırdığın ailəmə görə hesabat verməliyəm. Uşaqlarımın həyatını idarə eləməyin üçün onları sənin himayənə verməyə mənə kömək elə. Onlar fərqlidirlər və onların hər biri üçün sənin müqəddəs iradən və təyin elədiyin öz yolları var. Sən hər şeyi öz əllərində saxlayırsan və bugün mən öz övladlarımı sənə etibar eləyirəm. Onları sənin əllərinə təhvil verirəm. Bilirəm ki, onları qoruyacaqsan və əbədiyyata çatdıracaqsan. Amin. Uşaqlar sevildiklərini hiss etməkləri üçün dua. Rəbbim və Allahım mənim, hüzuruna gəlib sənə uşağıma görə dua eləyirəm. Ona həmişə elə gəlir ki, onu heç kim sevmir və o heç kimə lazım deyil. Ya Rəbb, ona sevildiyini və lazımlı olduğunu hiss etdir. İndi o harda olduğunu sən bilirsən. Mən inanıram elə bu an sən onun ürəyini öz məhəbbətinlə doldurmağa qadirsən. Ona kömək elə ki, sənin məhəbbətinin nə qədər böyük və hədsiz olduğunu dərk eləsin. İblis onun ürəyinə öz yalanını və şübhələrini səpir. Amma sən onu bu şeydən qoru. Çünki sən demisən, əbədi bir sevgi ilə səni sevdim. Sənin məhəbbətini qəbul eləməyə ona kömək elə. Məni də, ya Rəbb, uşağımı elə sevməyi öyrət ki, o bu məhəbbəti hiss eləyə bilsin. Sən onu nə qədər çox sevdiyini dərk eləsin və inansın deyə öyrət məni. Sənin məhəbbətini ona necə göstərim? Ya Rəbb, sənə yalvarıram. Bizim hamımıza sənin məhəbbətində qalmaqda kömək elə. Amin. Səmavi atam, hər cür təsəlli verən məhəbbət Allahı, bizi satın alan, çarmıq ölümünə qədər sevən oğlun İsa Məsih naminə sənə müraciət eləyirəm.
Sən bizə öz məhəbbətindən də dыздırdın və biz sənin məhəbbətində canımıza rahatlıq tapdıq. Və bu dua saatında sənə öz övladlarımı təqdim eləyirəm və xahiş eləyirəm onların ürəyini öz məhəbbətinlə doldur. Onlarla insan ağlından üstün olan məhəbbətini açıqla. Ya Rəbb, sən bizi olduğumuz kimi sevirsən və sənin məhəbbətini dərk etməyimizi istəyirsən ki, bu məhəbbəti ürəklərimizdə yaşadıb, ətrafımızda olan insanlara da bölüşməyi öyrənək. Məni də məhəbbətinlə aşıb daşan bir qab elə. Qoy həyat yoldaşım, övladlarım və ailəmlə paylaşa bilim. Kömək ol, uşaqlarım da sənin məhəbbətində xoşbəxtliyi əldə eləsinlər. Lazımlı və sevimli olduqlarında əmin olsunlar. Amin. Gələcək əbədiyyata əmin olmaq üçün dua. Ay Allah, sən mənim xilasım üçün öz oğlunu qurban vermisən və onun müqəddəs qanı vasitəsilə mənim üzümə cənnətin qapılarını açmısan. Bugün mən onun qanı ilə yuyulmuşam və sən tərəfindən əhv olunaraq önünə gələ bilirəm. Ürəyimin titrəyişində övladlarıma görə sənə fəryad eləyirəm. Yalvarıram onlara kömək elə ki, sənin haqqında həqiqətləri tam anlasınlar və səni bütün ürəkləri ilə dərk eləsinlər. Kömək elə ki, bizim uşaqlarımızın səni öz xilaskarı adlandırmağa inamları olsun. Həyatlarında sənin hökmranlığını qəbul eləsinlər və sənin yollarını seçib onlar da addımlasınlar. Axı sən öz məhəbbətində və bağışlamağında, xeyirxahlığınla dolu olan bol əbədi həyatı artıq indi verməyə qadirsən. Ya Rəbbim, minnətdarım sənə ona görə ki, sən onların gələcəkləri üçün məndən də çox qayğı çəkirsən. Və əgər mən ana olaraq uşaqlarımı sevirəm və onlara görə narahat oluram, gör sənin məhəbbətin və qayğın nə qədər böyükdür. Yalvarıram sənə onları qoru. Qoy onlar heç vaxt sənin onlar üçün hazırladığın yoldan çıxmasınlar. Amin. Ya Rəbb, Allahın şəxsi xilaskarın olan oğlun İsa Məsih vasitəsilə böyük mərhəmətinə və məhəbbətinə görə sənə müraciət eləyirəm. Ya Rəbb, sən demisən, sən və sənin ailən xilas olacaq və mən inanıram ki, həqiqi vədinə görə sən mənim övladlarımı qoruyub, onları xilas eləyəcəksən. Səni dərk eləmək üçün onların ruhən böyüməklərinə kömək elə. Qoy hər şeydə səni razı salsınlar. Sənin önündə təmizlikdə gəzsinlər. Qoy onlar heç vaxt sənin yaxşı çoban olduğuna və onların şəxsi xilaskarı olduğuna şübhə eləməsinlər. Və onları həmişə birlikdə olacağımız arzulanan məqsədə, əbədiyyata çatdıracağına inansınlar. İnanıram ki, onları sənin əlindən heç kəs oğurlaya bilməz. Ya Rəbbim, həqiqi vədlərinə görə bizə gələcək və ümid bəxş edən, aydınlıq verən, hər bir həqiqətə yönəldən müqəddəs ruhunun gücünə görə sənə minnətdaram. Amin.